Gedirik papaq atmağa. Papaq atmışıq, gözlüyünü görək nə qoyacaqlar. Gedirik bax. Gedək görək nə qoyublar. Deməli, pul qoyublar. Tut buna. Bərəkət, getdik. Gedir indi kendim biraz o tərəfinə. Orada bir qohum var, oraya gedib papaq atacaq. Niyə ki gizləməyə yer yoxdur? Ha. Hava dumanlıdır. Çox yerdə bu cür tonqal qalanıb. Bir dənə mən lukuma baxın. Papaq atdı luku. Qarlı dağlar aşaraq, çox evlər dolaşaraq bu dəqiqə ilişib yıxılacam. Gəldim sizi görməyə. Sonra arkası düz gəlmir nəsə. Hə, deməli, hədiyyələr verməyə və hədiyyələr almağa. Gedirik indi o işığı gələn evə papaq atmağa. Düz deyirəm də. Orada işıq yanırdı, söndü. Aa, deyə orada. Ne işıqdı? Ay, ya pişik deyə etdi. Ay Allah, gözləri işıldayır. Nədir o? İt. Pişik dəli oldum. Mənim cəsarətə də söz ola bilməz. Az getdi, düz getdi. Yox, az getdi, çox getdi. Necə idi o? Dərə təpə düz getdi. Hay? Bu tərəf? Aa, mən elə biləm o evdir. Ay Allah. Gecə tanımıram ki mən bu yolu. Milyon dəfə gəlmişim evə gələndən. Gedək görək. Gizləməyə yer tapa biləcəyik mi? Gedirik. Papaq atdı ya. İkinci evdir уже. Ay. Ha, buradayıq. Bulaq. Ha, dur atacağım. Bir dənə evə papaq atmaq üçün kurukladığı evin zabunu. Biz geldik. Ha? Ne deyirsən? Nəsə işlədim. Şu, bağlayırıq buradan çünki bağlamam, işığı söndürəcəm. Qoy eşidin. Qoy eşitsin bütün aləm. Gəlirəm. Ay. Ay da. Yavaş yavaş yavaş. Yavaş yavaş yavaş. Hadi. Bir selam. Yavaş de. Ha, ver bana. Ne diyorsun? Ha. Yavaş yavaş. Sen dur burada. Sen dur. Hadi kapı. Ay Allah. Niye sen çevirdin? Yaxşı. Ay buradan kapat. Kapat, ses işləyəcək. Hadi bu bir kapı açıq idi. Oraya gider. Ver bura ver. Kablo tut sen. Hadi geldiler. Kablo tut. Kablo tut, içeri girdiler. Kablo tut, ben gidip adım gelim. Hadi. Ay Allah! Çile atımda çaldı. Sesim açıldı yemekten. Bir yağmur oldu. Film kamerası. Ne var mı? Allah kadar neyse tepelere burada. Oraya orada neyse tepelere. Ses geldi kutudan. Bak. Allah neyse tepelere. Allah. Allah eşittim Allah kadar. Tamam. Ben gittim yukarıdan yattım işte. Şaşırıyor bu da. Krok gətirmişik özümüzlər, indi bunu içinə boşaldacağıq.
Bəh. Klokumuz doldu. Ben hiç yere gelmiyorum. Yo, hələ çox ev var, gedəcəyik. Qəşəng klokumuz doldu, əlavə şinyat da qoydular. Mirvar bacı, sənin qəşəng şinyat üçün dekor kağızlarını da qoyublar. Bu da sənin üçün pay. Dostu nə dedi? İsmail bazarlığa getməyib pul qoyuram. Ayda. Gülməkdə səsim açıldı. Həqiqi xəstə vaxtı yatmaq yox, gəzmək lazımdır. Hava da təmizdir. Əməlli başda yaxşı təsir elədi. Çökəyə düşmüşdüm, getdiyimdə 3-cü evə. Qapını hara bırakırsan? Həyatımda bir ilk. Deməli, mən hələ 24 ildir yaşayıram və indi öyrənirəm ki, qozu əslində belə də qırmaq olurmuş. Baxın, bu hissədən hansı ki ağacdan qoparılan hissəsi ki var, bura ya bıçaq, ya belə balon açanın ağzı ilə bu cür yerləşdirib, bu cür qırmaq olurmuş. Halal olsun mənə. Məlumat üçün təşəkkür.